Salam, xoş gördük hamınızı. Saranı bağçaya qoyub gələndən sonra yenə işlərimə başlayıram. Elə hər dəfə eyni vlog çəkirəm, çünki elə hər günüm demək olar ki, eynidir. Elə uşaqlar məktəbə gedirlər, sonra Saranı bağçaya qoyuruq, gəlirəm evə, başlayıram işlərimə ki, çünki mən də kursa gedəsiyəm, işə 1 saatlıq, saat yarımlıq belə gedirəm. Ona görə tez-tez işlərimi görürəm ki, vacib işlərimi, sonra gedim işə. Süd də çıxartmışdım dondurucudan ki, bişirim. Çünki bu günlərim istəyirəm Qarabağ kətəsi eləmək. Çoxdandır fikrimdədir ki, eləyim. Amma heç eləməmişdim. İndi birdən Instagramda qabağıma çıxdı, dedim gətirim eləyim, görüm necə alınır məndə. Şükür ki də yaxşı alındı. Süd də burada artıq hazırdır. Bişən köpəndə mən onu altını azaldıram, sonra belə qarışdırıram ki, biraz qaynasın. Qaynayan kimi keçirtmirəm altını, biraz qoyuram ki, qaynasın süd, tamam bişsin. Və sonra özümə belə kofe hazırladım. Onu mən hərdən eləyirəm, hər gün içmirəm. Bilirəm ki, bu ziyandır. Özü də mədəsində problem olan insanlar üçün ziyandır. Ona görə mən belə ayda 2 dəfə, 3 dəfə belə istifadə edirəm. Amma əslində çox sevirəm bunu, hər gün içərəm. Əgər mənə mədəmi ağrıtması hər gün içərəm. Amma belə ayda 2-3 dəfə hazırlayıram, içirəm. Belə kofeni tökürəm, sonra şəkər, çox az da su, çox az koyulmalıdır ki, biraz da olar istinsın. Sonra belə mikserlə çalıram, belə köpük alınır. Pizza kimi alınır da, tökülmür aşağı eləyəndə çaşqanı. Sonra bir az üstünə süd tökürəm ki, o köpük getməsin. Yoxsa çox süd olanda köpük süddə əriyir. Belə olur, çox qəşəng dadlı olur. Bunu çox sevirəm. Hərdən özümə hazırlayıram. Şəkərini də çox az tökürəm ki, mən xoşum gəlir kofenin acısını olsun, acı tamı olsun kofenin. Sonra da başladım qaşxəngəlini hazırlamağa. Hava bu günlərim sərindir. Gündə neçə gündür onsuz da hava belədir. Gün də yoxdur havada. Hava sərindir, yağış da hərdən yağır. Uşaqlar da qaşxəngəlinə çox sevirlər. Həm də üstünüzə sağlıq. Biraz narahatdılar. Məlikələ Rəna altı bazarı qızdırmaları olmuşdu. Amma indi şükür yaxşıdırlar. Amma yenə də hələ də elə bir xəstəliyin o başları ağrıyır belə. Ona görə dedim onlar üçün qaşxəngəli hazırlayım. Gələndə isti-isti içsinlər. Xəstəliklərinə də xeyirdir.
Yeməyin hər şeyini hazır elədim. Burada soğanını qoymuşam belə suyunu süzsün ki, qoğuranda tez qoğurulsun. Burada da belə toyuq qanadı var idi. 5 dənəsini yudum, qoydum ki, içinə vuraram, dadı yaxşı olsun. Bir də bu qaşıq xəngəlini sərdim belə. Birinci padnosa qoymuşdum. Sonra dedim, qoy lütfü sərim. Birdən mən gələnə kimi yapışır. Düzdür, ununu çox eləmişəm, yapışası deyil, belə qoydum. Hə, belə qoydum ki, yapışmasın. Qorxdum ki, birdən padnosda qalar, mən hələ 2 saatdan sonra evə gələcəm. Ona kimi dedim, birdən yapışar. Ona görə belə qoydum. Hər şey hazırdır. Mən də gedim inşallah. Sonra gəlim tez. Uşaqları məktəbdən götürüm, gəlim, yeməyi hazır eləyim. Gəlmişik saran götürək. İndi istəyirəm çəkim, görüm çəkə biləcəm o necə. Əvvəldə nətər ağlayırdı bizi görəndə qaçırdı üstümüzə. Amma indi elə qəşəng gülə-gülə gəlir, yavaş. Uşaqlarla gedirəm ki, oynayır. İndi görüm çəkə biləcəm. Adətən müəlliməsin orada olur da. Çəkə bilmirəm, istəmirəm də o da düşsün. İndi görüm tək olsa çəkəcəm onu. Aç görün. Ay can, nədir? Sarıçka, gedək evə. Hə, sonra qaşların gedək, get. Axır ki saran çəkə bildim necə öyrəşibdi bağçaya artıq. Gedəndə də rahat gedir, ağlamır, elə müəlliməsinin əlindən tutur gedir. Heç mənə baxmır da, yadına düşmürəm. İndi də gəlib götürəndə də baxıram ki, uşaqlarla oynayır. Müəlliməsi də deyir uşaqlarla oynayır da, ağlamır, müəlliməsinin yanında çox əyirlənmir. Başı qarışır, şükür. Saranı bağçadan gətirməmişdən qabaq bu Qarabağ kətəsinin xəmirini yoğurmuşdum. Bu acıyıbdır, belə qəşəng, köpükdür, hazırdır. Bir də içli eləmişəm, onun içliyini hazırlamışam. Belə un, yağ, bir də şəkərdir burada. Adi siqaret əkəti nətər eləyirlər. Onun kimi içlikdir toçnu. Belə xəmir də acıdır. İndi başlayıram kündəliyim. İçinə də qoyum hazır. Biraz da elə qalsın. Kündə də qalsın, biraz da acısın. Sonra qoyacağım pişməyə. Belə hazır elədim. 5 dənə alındı. Biri biraz yekə alındı. Onu ən axırda qoyacağam. Çünki ən axırıncı eləmişəm. Ən birinci bu. Belə qoymuşam. İkinci, üçüncü, dördüncü. Biraz özlərini tutsunlar. Ona kimi də mən duxovkanı taxım. Duxovka isinsin. Sonra üzünə yumurta. Yumurtanın sarısını birini saxlamışam. Elə bir yumurta içinə vurmuşam. Bir yumurtanın da ağını. Sarısını da saxlamışam ki, üstünə eləmək üçün. 2 dənəsi uca pişdi. Sadəcə mən o birisi 2 dənəni qoyana kimi uşaqlar uca birini götürüb yeyirlər, kəsiflər. İçini istədim sizə göstərim. Gətir göstərim içini. İçi belə alındı, qəşəng. Xəmir də qəşəng köpdü. Altı üstü də yaxşı bişdi. Belə. Altı belə oldu. Belə içində də belə o tökdüyüm içlikdir. Belə çox qəşəng alındı, yumşaq, əla alındı. Uşaqlar da burada yeyirlər. İndi o birisi 2 dənəni də qoydum içinə. Belə.
Sadəcə niyə belə tamam yumru alınmadı? Çünki listdə baxdım ki, yumru sığışmır. Biraz uzatdım, qoydum ki, 2 dənəsi sığışsın. Tək-tək bişirmək gec olacaq idi. Ona görə uzatdım, qoydum. Belə. Burada da sizinlə sağollaşım. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.